Salam qızlar, hər vaxtınız xeyir. Kanalıma və yeni vloguma xoş gəldiniz. Hər birinizə xoş izləmələr. Gedirik babacıla indi. Bir balaca işimiz var. İşimiz tez bitsə, uşaqları da elə buradan məktəbə aparmaq istəyirəm. Çantalarını da götürmüşəm. Daha doğrusu özləri götürdülər. Yavaş çekilecek. Boycu basar telefondan istersen o yapar. Yaxşı. Sonra biraz katlar boycular. Ana. Kötü robot. Kötü bir tane şeye dönüştürdü. Bunu sana vermek istedim. Tuz da var. Bu yeçe sende. Birçok çok yeçeli. Güllerden yeçezi. Sən də sağ ol. Sağ güllerden ama. O bir sırayla. Ne mahsus sözlerdi. Bir tane de çıt şurada. Şurada da bir tane daha. Allah orada az öğrencimi dağlar şey. Uşaqları qoydum anamın yanına, gedirik indi rayona. Bir-iki alınmalı şeylər var, onları almağa. Oradan sizin üçün maraqlı videolar çəkməyə çalışacağam. Qızlar, bəlkə də bəzilərinizə xoş gəlməyə bilər, sıxıcı görünə bilər, amma özüm bilərəkdən videonun bu qismlərini kəsmədiyim çox xoşuma gəlir. Göy üzünün görüntüsü, düşünürəm ki, sizin də xoşunuza gələr. Bəzilərinizin xoşuna gəlməyən də atlata bilər. Heç bir problem yoxdur. Amma dediyim gibi çox gözəl görünür. Axtardıqlarımızda maalesef ki tapa bilmədik. Son bir yer qaldı. Ona da gedib baxaq görək varmı? Olmasa gedirik evə. Çox təəssüf ki axtardığımız heç bir şey tapa bilmədik. İndi axırına gedirik evə. Başqa bir-iki şeylər almışam. Bir evdə sizin üçün vlog atacağım və tort hazırlamalıyam. Bunu da sizlərlə göstərəcəm inşallah. Abur-cubur olaraq 2 dənə fərqli quruz aldıq. Bacım, mən, uşaqlar oturub, uşaqlar demişkən abur-cubur keyfi yapırıq. Türk blogerlərdən, yaxud Azərbaycanda olan blogerlərin videolarından götürüblər abur-cubur keyfi sözünü. Biz də onların dilindən abur-cubur keyfi yapırıq. Buradakı bu rəngli olan quruz dəhşət çox şirin idi. Həm içi şirindi, həm də üzünə şirin vurmuşdular. Anam gildəyəm, hələ evə getməmişəm. Çox qəribə qar yağır, çox gülməli. Qızlar, bu indi yağan qar bilirsiniz nəyə oxşuyur? Ayıcıqların içində, oyuncaqların içində olan dığdığlar var, ağ. Oyuncaqları puf göstərmək üçün. Həmin o dığdığlara oxşuyur. Əlimdə əriməsəydi deyərdim ki, ondan yağır yəni. Qızlar, evə gəldim, başladım tortu yığmağa. Biskvitini bişirib hazır qoymuşdum. İndiyə sadəcə yığmaq qalmışdı. Belə çox asan olur mənim üçün. Həm də tort daha keyfiyyətli olur. Bu arada bacımın balası 8 aylıq olur. Tortu onun üçün hazırlayıram. Qızlar, tortum hazırdır. Belə elədim, sadə oldu. Başqa əlavə heç nə vurub korlamaq istəmədim. Çünki həmişə mən nəyisə yaxşı eləyirəm. Sonra nəsə əlavə eləmək istəyəndə mütləq korlayıram onu. Ona görə belə oldu. Telefonum da zaryadkası qurtarıb deyə işıqsız çəkirəm. Biraz qaranlıqdır. Tələsirəm, ona görə zaryadkaya qoyub çəkməyə vaxtım yoxdur. Gedim mən də əynimi geyinim. Daha sonra oradan sizə vlog çəkməyə davam edərəm. Belə bir qabım var idi.
uşaqların ad günündə anam tort gətirmişdi içərisində. Elə bunu taxdım ki, heç nə dəyməsin. Üstünün kloku yoxdur, amma belə də gedər. Ha, bir dənə də şamlardan bunu götürəcəm. Yəqin ki, bu ortada olanı bəsdir məncə. Çünki tortumuz da minnoşdur. Geçən vlogda yəqin ki, baxmısınız, oğlum deyir ki, ana, o birisi şamdan yoxdur, bunu deyir. Mən bunu necə unutmuşam, Sait. Ümumiyyətlə ağlımdan çıxıb belə bir şeyin olduğu. Ona görə ürəyimdə qalmışdı. Dedim, bu dəfə onlar üçün bir tort pişirib, üstündə bunu mütləq yandıraram, qoy onların da ürəyi xoş olsun. Bir dənə tort eləmişəm, hər yeri dağıtmışam, baxın. Gedim mən də tezəyinimi geyinim. Qızlar, bu arada Faberlikdən olan sifarişlərim də gəlib, amma hələ göstərə bilməyəcəm sizə. Gedim inşallah. Tortumuzu da aparım gedim, gələndən sonra göstərəcəm ətraflı şəkildə. Özüm üçün də yeni ətir sifariş etmişəm. İnşallah baxarsınız. Gedirik. İnşallah sağ-salamat aparıb çatdıra bilərəm tortu. Sağ-salamat gətirdim, çıxartdım. Xalanın ürəyi, şirinim, həyatım, yaxşı ki varsan. Allah sənə sağlıqlı, sevgi dolu ömür nəsib eləsin. Heç vaxt inana bilməzdim ki, hansısa bir uşağı öz övladlarım qədər çox sevə bilərəm. Bu hissi mənə yaşatdığın üçün çox sağ ol, həyatım. İstəyirəm ki, burada belə xoş bir xatirə kimi qalsın. Gələcəkdə səninlə birlikdə baxarıq inşallah. Artıq vlogumuzun 3-cü günüdür. 3-cü gündən hər kəsə salam. Gedirik indi evimizə. Axşam babagildə qalmışdıq. Gedək, uşaqlar məktəbə getməlidirlər günorta. Onları məktəbə qoyum. Sonra məktəbdən çıxandan sonra yenə hava belə yaxşı olsa babagilə geri gəlirik. Çünki pencər yığmağa gedirik. Gizli ve kul yükleyeceğim. Gizli ve Pencərdən gəldik. Anam pencəri təmizlədi. Doğradı, pişirdi. Mən də gəlmişəm nanə yığmağa. Nənəmgilin qapısına. Çox çəkə bilmədim pencər yığanda. Çünki hava soyuqdur. Deyəsən burada nanələr çıxıb. Görmürdüm mən də. Yəqin ki, vloguma baxarsınız. Ay nənə, yoldum nanələrinizi. Ay heyf, kökündən çıxdı, basıraq bura. Qızlar, nanə o qədər üzdü bir şeydir ki, həm çox sürətlə artır. Yenə kökündən çıxartdım. Həm çox sürətlə artır, həm də ki, hardan qopardırsan, kökü qırıldı. Kökü də çıxdı torpaqdan. Başqa yerə basıran kimi tez alır orada. Yəni, çox gözəl bir şeydir. Çox faydalıdır. Çayda falan da istifadə edirik, amma belə pencərin içərisində çox xoşuma gəlir. Kaş qoxusunu buradan ötürmək olar dedi. Gözəl qoxusu var. Anamın şəpşiklərini giyinmişəm.
Annem pencere qoyub pişməyə. Getdi heyvanları rahatlamağa. Mənə də dedi ki, bunları hazırla. Gitməmişdən elə bunu istağa qoymuşdum. İçinin torpağı falan tökülüb. Naneləri də qoydum bura. Biraz istansın, sonra yuyum ikisini də. Pencərəmiz də hazır. Göyünü vurduq. Biraz da göyü ölsün. Yeməğimiz hazırdır. Gəlmə. Boy bu öpem. Boy öpem. Nəhayət ki, gəldik, çıxdıq evimizə. İstəyirəm vlogun sonunda sizə bunu da göstərim. Özüm üçün sifariş etmişdim. Sanzaniya ətridir. Keçən vloqların birində bunun probnikini yoxladım. Çox xoşuma gəldi. Bunu da ətir kolleksiyama əlavə etmək istədim. Çox gözəldir. Əsl yaz ətridir. Eyni bunun bəylər üçün olanı da var, qızlar. Yoldaşınızla, qardaşınızla, kimlə istəsəniz birlikdə alıb istifadə edə bilərsiniz. Çox gözəl qoxusu var. Hara qoyaq indi bunu fikirləşirəm. Aşağıya heç cürə sıldıra bilmədim, qızlar. Buradan məcbur bu serumlarımı götürəcəm. Bunu da belə qoyaq bura. Bunu da belə qoyaq. Belə. Baxın, burada yoldaşımın sadəcə 2 ətri var. Bu ikisi də uşaqlarımın ətri artıq bitib. Demək olar ki, tam olaraq bitiriblər. Hətta mənim öz ətirlərimdən 3-ü bura keçib, yer olmadığı üçün. Belə qoyum. Hələ ki, qalsın burada. İnşallah çox fikrim var ki, yəni buranı ümumiyyətlə ətir eləyim. Yəni bunların heç bir burada qalmasın. Sadəcə sırf ətirlərim olsun. İnşallah kolleksiyamı tamamlayaram. İnanmıram ki, kolleksiyamı tam şəkildə tamamlayım. Çünki hər dəfəsində Faberlikin çox gözəl ətirləri çıxır. Hər dəfə yeni ətirlər çıxır. Sınayıram və doğrudan da çoxu, demək olar ki, çoxu xoşuma gələn ətirlərdir. İndi isə üstündə çiçək toxumları olan ətir nəzərimdədir. Yəni inşallah onu da sifariş edəcəm.